Milli adət-ənənələrimizi özündə əks etdirən, xalqımızın önəm verdiyi bayramlardan biri də Novruz bayramıdır. Novruz bayramının əsas atributlarından biri də Novruz süfrəsidir. Novruz süfrəsində isə təamların çoxluğu vacibdir. Bu təamlardan biri də paxlavadır. Bəli, əziz tamaşaçılar, bugün sizə paxlavanın hazırlanma texnologiyasından danışacağıq. Odur ki, bizi izləyin. Xoş gördük. Xoş gördük hər birinizi. Mən öncədən Azərbaycan xalqının bu qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edirəm. Bəli, bu gözəl bir mövzudur hal-hazırda. Yəni bizim xalqımız bayram necə deyirlər, şirniyyatları hazırlayır. Yəni bu şirniyyatlardan biri də bizdə paxlavadır. Paxlava da ki, Azərbaycan xalqına məxsus olan bir şirniyyat növüdür. Nəzərinizə çatdıraq ki, bunun hazırlanmasından və bunun saxlanmasından bir çox necə deyirlər, nüanslar asılıdır. Yəni ki, paxlavanı hazırlayanda bunun xəmirin yoğrulmasıdır, bunun necə deyirlər, yoğrulma qaydalarına diqqət eləmək lazımdır. Yəni bu xəmir südlə yoğrulandan sonra ona yumurta vurulur və s. ədviyyatlar, duzudur və s. Sonra bu hazır olandan sonra bunun lay-lay qozlar üzərinə səpilir və sobaya pişməyə qoyulur. Və pişdikdən sonra paxlavanı biz sobadan götürdüyümüz halda onun pişməyinə fikir veririk. Pişdikdən sonra paxlavanın üzərinə biraz yumurtanın sarısından çəkdikdən sonra onun üzərinə biz hazırladığımız öncədən şərbət məhlulunu əlavə edirik. Şərbət əlavə elədikdən sonra onu biz təzədən saxlayırıq. Bir müddət qalandan sonra paxlava özünü tutur. Bu hazırlanmasında da səbəb odur ki, onun öncə xəmirinə bir fikir vermək lazımdır. Bir də onun pişmə qaydasına fikir vermək lazımdır ki, paxlava bişib qutarandan sonra bəli bizim gözəl bir Azərbaycanın neməti olan paxlavanı biz ortalığa çıxardırıq və ondan nuş eləyirik. Bu hansı mənanı özündə kəsb edir? Yəni bayram süfrəsində məsələn paxlavanın olması belə şərt kimi sayılır da. Bildiyimiz kimi bəli, şəkərburanın da özünə görə rəmzi var, paxlavanın da özünə görə rəmzi var, qoğaldır və s. şirniyyatların da özünə görə rəmzi var. Şəkərbura ilə paxlava ay, ulduz bu rəmzləri yəni tərənnüm elətdirir.